Əliyev Etibar Rüstəmoğlunu zorla, güclə, zor güc tətbiq edə, vura-vura, döyə-döyə onu güclə özünün məskunlaşdığı ərazidən qollamışlar. Ay yoldaş, mənim həyətimdən çıxın bayra, öz başınıza sökməyin həyətimi. Bu həyət mənim atama məxsusdur. Dərhal nə bilim, vururlar, döyürlər, başını oynatırlar. Dələduzluqla məşğuldur bu şirkət, Kristal Bakı şirkəti. Və mən bir sual verirəm Kristal Bakı Açıq Səhmdar Cəmiyyəti böyük qardaşa. Sizin üçün mənim yoldaşım oranı qoruyub saxlayırdı ki, 2022-ci ildən ta sökülənəcək. Sizin üçün qoruyub saxlayırdı ki, gəlib rahatcana öz alverinizi eləyəsiniz. Siz hansı qaydadan danışırsınız, hansı qanunla danışırsınız? Belə qaçaq quldurluq axıracan getməyəcək. Bunun bir ölçüsü olacaq. Kristal Bakı və əlbir olduğu şəxslərlə Əliyev Etibar arasındakı qalmaqal öz həllini tapmadan hələ ki davam edir. Vətəndaş sənədli sübutlu mülkün ona aid olduğunu deyir. Əliyev Nizami deyilənləri təksib edir. Şirkət isə öz işində, yəni tikintiyə hazırlıqları davam etdirir. Qalmaqallı məsələyə aydınlıq gətirmədən öncə şikayətçinin kanalımıza təqdim etdiyi və şirkətin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını iddia etdiyi video görüntüdən qısa bir fraqmenti təqdim edirik. Mesela sen ne yapıyorsun ben seni? Qorxursan? Hiç ne korkmuyorsun sen kim? Sen ne yapıyorsun ben seni? Sən kimsən axı mənim evimdə? Sen kimsen ki ben seni? Bir vəsiqən var, bir yoxsa görürsən sen kimsen ben seni? Sen kimsen ki ben seni? Vətəndaş əlinə etibar. Vətəndaş əlindən nə yapıyorsun ben seni? Sən kimsən? Vəsiqəni yoxsa? Aha, Fatih. Mənim yoldaşım nə vurma? Mən qoymuram mən bunu. Mən oyunla nə danışım? Ay, bu hamısı bu eləyir. Bax bu. Bu eləyir. Al pasportunu da. Bu eləyir. Aldım yox kağıdını. Mən kağıddan danışıram. Çıxartmayacağım. Bundan yapın. Araşı bu insanlar. Çıxmayın. Bax bu mənim evimdir. Bugünkü gündə qardaşım sənəti gətirir, təqdim et. Bir dənə mən qulaq as. Bizə də. Araşı imzalayıbdır. Bir dəqiqə olar sənət. Bunu haqqına getmir. Mən heç kimin haqqına getmirəm. Sənəti gətirib qardaşım. Dəqiq bir belə yox. Ay var, ay şunu ay var. Xatırladaq ki, qalmaqallı ərazi Bakı şəhəri Yasamal rayonu xarici dairə və avtomobil yolunun kənar hissəsində Qanlı Göl kimi tanınan sahədə yerləşir. Mülk sahibi olduğunu deyən Əliyev Etibar və həyat yoldaşı Kristal Bakı şirkətinin rəhbərliyinin Əliyevlər ailəsinin böyük qardaşı olan Əliyev Nizami ilə bağladığı saxta müqavilə əsasında ərazini zəbt etdiyini deyir. Əliyev Nizami isə deyilənləri təksib edir. Bu səbəbdən də dövlətin ali qanunlarına əsaslanaraq məsələnin araşdırılması hüquq mühafizə orqanlarına da gedib çıxıb. Hələlik isə ətraflı sujetimizi izləyək. Qanunun nə dediyini isə məsələnin sonunda biləcəyik. Ümid edirik ki, qanunlarımız hər zamanki kimi haqqı araşdırıb gün üzünə çıxaracaqdır. Salam Sahibə xanım. Salam əleykum. Mən Əliyeva sahibə Hidayət qızı. Qanlı Göl 166 xarici dairə və avtomobil yolunun kənar hissəsində 201 sayılı mənzildə yaşamış və yoldaşımla birlikdə Əliyev Etibar Rüstəmoğlu ilə orada məskunlaşmışam. Keçən videonu siz özünüzlə çıxış eləmişdiniz. Bəli. Və Əliyev Nizami təksib elədi deyilənləri. Nə deyə bilərsiniz? Bəli, bu məsələ ilə bağlı deməli mən bir balaca əvvəlki illərə şərh verib qısa anons vermək istəyirəm. 2000-ci ildən mənim qaynatam Əliyev Rüstəm Orucoğlu orada məskunlaşmış. 2013-cü ildə yoldaşım gəlib qaynata atasıyla birlikdə əlbir olub iri buynuzlu malqara saxlamış və hal-hazırda yoldaşımın video çəkilişlərində göstərilir ki, onun 21 baş iri buynuzlu malqarası və xilaq danası olmuş və orada deməli böyük bir təsərrüfat yaratmışdılar. Və belə olan tədqiqdə 2022-ci ildə deməli qaynatam Əliyev Rüstəm Orucoğlu vəfat etmişdir və yas mərasimində onun böyük qardaşı 158 sayılı orta məktəbin əmək müəllimi Əliyev Nizami Rüstəmoğlu oğurluqla, yəni yas mərasimində iştirak etməyib, xəlvətcənə, oğurluqla, xaincəsinə gedib asan xidmətdə bütün kommunalları öz adına keçirmişdir. Halbuki bizim başımız yas mərasiminə qarışmışdır. Və Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Fikrət Məmmədov
və onun müavini İzzət həmişə dəfələrlə gəlib Etibar Əliyevi görmüşlər, telefon danışıqları olmuşdur və Etibar Əliyev demişdi ki, həmin kommunalları öz adıma keçirim, suyu, qazı, işığı öz adıma keçirim. Dedilər, yox, ehtiyac yoxdur. Siz 5 nəfər övladsız, varislər gələcək, ölüm kağızını gətirərsiniz, hamınızla müqavilə bağlayacaq. Belə olan tədqiqdə mənim yoldaşımı arxayın edərək, xəlbət gedib böyük qardaşla müqavilə bağlamışlar və sənədi olmayan, yəni heç bir kupçası olmayan bir ərazinin saxta müqaviləsini bağlamışlar və şirkətin özü, Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Fikrət Məmmədov, onun müavini İzzət, sonra Mənzil Kombinat İstismar sahəsinin müdiri Mahir, bir də ki, böyük qardaş Əliyev Nizami Rüstəmoğlu üçü birləşərək və böyük bir sahədə 2 hektar sahə torpaq sahəsi olmuşdur. Yəni 50-dən çox orada qiymətli ağaclar olmuşdur. 2000-ci ildən salınmış ağaclar olmuşdur. Və eləcə də 1 hektara yaxın olan yaşayış və qeyri-yaşayış sahələrin hamısını öz arasında mənimsənmiş bir adamla, yəni Əliyev Nizami Rüstəmoğlu'na müqavilə bağlayıb, dəyər dəyməzindən onu verib, qalan 210 sahə, 210 kvadrat metr olan deməli sahə olan yaşayış yerini məhz şirkət özü mənimsənmişdir Fikrət Məmmədovun əli ilə və eləcə də bütün ağacları Əliyev Etibarın xəbəri olmadan böyük qardaş şirkətlə birlikdə qoparıb atmışlar və bizi bilmirik hara müraciət edək. Bizim istinad etdiyimiz mənbə, bizim istinad etdiyimiz yer əlbəttə ki, ən möhtəbər və deməli cənab prezident İlham Əliyevin göstərişi olan 2016-cı ildə necə ki MİDA-nı yaratmışdır, Mənzil İnşaat Dövlət Agentliyini yaradan bir vaxtı göstəriş vermişdi ki, məhz bu deməli sərəncama uyğun olaraq hansı ki yaşayış yerləri söküləcək, orada insanların məhz yaşayış sahəsini, yaşayış evlərini təmin etmək, onları narazı salmamaq, onların az təminatlı əhalinin yaşayış mənzilinə təminatını həyata keçirməkdir. Və belə olan tədbirdə yoldaşım deməli öz etirazını bildirmiş ki, məni niyə güclə çıxardırsınız? Çünki 10 nəfər qoçu dəstəsi bu tərəfdən, o biri tərəfdən də o biri, demək 20 nəfər qoçu dəstəsi düşüb yoldaşımı güclə çıxardırlar. Bu video çəkilişlərdə var. Belə olan halda yoldaşım köməkli 102 xidmət nömrəsinə zəng eləmişdir və Etibar Əliyev də aldığı xəsarətə görə 5-ci gün olub bu hadisə. Axşamacan saxlayıblar şöbədə. 6 bazardakı üzr istəyirəm, heç bir deməli həkim müayinəsi işləmədiyinə görə, yəni müayinə baxışı, tibbi müayinə baxışı keçmədiyinə görə heç nə sübut eləmədi. Bax bu vəziyyətdə şöbənin demək polis şöbəsi, Yasamal rayon prokurorluğu, şirkət, Bakı Kristal Abşeron Cəmiyyəti şirkəti, eləcə də Əliyev Nizami və Mənzil Kombinat, bunlar hamısı birgə əməkdaşlıq edib, birgə əlbir olub, Əliyev Etibar Rüstəmoğlu'nu zorla, güclə, zor güc tətbiq edə, vura-vura, döyə-döyə onu güclə özünün məskunlaşdığı ərazidən qollamışlar və ona məxsus olan 3 otaqlı evi və ata varisi kimi əli çatacaq olan ata payından hamısına məhrum edib, hamısını mənimsəyib, özəlləşdirmişlər. Vəssalam şütəmə. Mənim müraciətim, hörmətli cənab prezident İlham Əliyevə, Respublika Baş Prokurorluğuna, Azərbaycan Respublikası qanunlarının aliyinə və bir də ki, ədalətli insanların məhz bu işə ədalət qanun çərçivəsində müraciətinə əsaslanır. Başqa mən heç nə deyə bilmərəm. Çünki bu şirkət bildiyini edir. Halbuki həmin şirkətin bir dənə anons verə bilərəm ki, şirkətin sədri İbrahim Dostuməliyevin özünün 2016-cı ildən dəfələrlə 2024-cü ilə daxil olmaqla bəs Yasamal rayon icra hakimiyyətinin başçısının birinci müavini deməli Səməd İslamov da başda olmaqla İbrahim Dostumaliyev də deməli kütləvi informasiya vasitələrini ora toplamışlar və mənzillərin yaşlaşdırılması, Qanlı Göldə ətraf mühitin mühafizəsi, tikililərin həyata keçirilməsinə bağlı müəyyən deməli göstərişlər vermişdir və göstərişlərdə qeyd olunur ki, Qanlı Göl ətrafında yaşayan 400 əhalinin mənzil təsərrüfatını genişləndirmək, mənzillə təmin olması problemini həll etmək. Yəni heç bir sorğu sualsız, heç bir problem olmadan. Belə olan tədbirdə İbrahim Dostumaliyev sədr müavini Fikrət Məmmədov, İzzət və onun qoçu dəstəsi məhz polis şöbəsinə əlbir olub, Mənzil Kombinat İstismar sahəsində bir də əlbir olub, qardaşla imza atmışlar gizli və mənim yoldaşımı üzr istəyirəm çölə bayır atmışlar. Heç bir əsası olmadan. Hal-hazırda bu iş 1 ildir Yasamal rayon prokurorluğunun nəzarətindədir. Ancaq biz hələ heç nə əldə edə bilməmişik. Çünki qanunsuzluqlardan, qanunların aliyindən istifadə edib, öz şəxsi maraqlarına, öz şəxsi mənfəətlərinə uyğun adamlar bu işləri həyata keçirirlər. Bir də Sahibə xanım, Əliyev Nizami indiyə qədər harda yaşayıbdı? Atasının həmin ünvanda mı yaşayıb, ya başqa evdə mi yaşayıb? Onu mənə bildirərdiniz, zəhmət olmasın.
Bəli, deməli böyük qardaş Əliyev Nizami Rüstəmoğlu Rahid Tağıyev ev 38-də yaşayır. Yəni ki, Yasamalların ərazisində. Onun ayrıca 2 mərtəbəli evi vardır, geniş bir ərazisi vardır. 2000-ci ildə biz deməli həmin həyətdə qaynatam Əliyev Rüstəm Orucoğlu heyvan saxladığına görə biraz qonşuların narazı oldu. Yəni ki, həyət evləri olduğuna görə, yəni bunu elə bir yerdə saxla gedən ki, sakit yerdə və malqaran sayı artdıqca, çoxaldıqca mənim qaynatam Əliyev Rüstəm Orucoğlu aparmışdı Qanlıgül ətrafında 2000-ci ildə məskunlaşmış və iri buynuzlu malqara saxlamış. Mənim yoldaşım da 2013-cü ildə ona qoşulub əməkdaşlıq etmişlər. Yəni böyük iri buynuzlu malqara saxlamışdır. Biz qaynatanın yanına gəlmişik, yəni atanın yanına gəlmişik. Oranın ocaq yeri Əliyev Rüstəm Orucoğlu olmuşdur. Hamı onun başına yığışmışdır. O ki qaldı, böyük qardaş dedi, mən tikmişəm. Atam onu gəb, xeyr. Ata elə bir adam olub ki, 86 yaşında güclü, qüvvətli, cəsur, işgüzar adam olubdur. Qərbi Azərbaycan olub, işgüzar olub, böyük bir təsərrüfatçı olubdur. Onun başına hamımız yığışmışıq və onlar hamısı üzr istəyirəm, öz paylarını götürüb günorta gəlib axşam gediblər, ya südlərini götürüb gediblər, süd satıblar. Ancaq yoldaşım məhz orada məskunlaşıb heyvan saxlamışdır və ata rəhmətə gedəndən sonra isə gecə gündüz orada qalmışdır. Yəni orada qalmışdı. Yəni bütün işlərini buraxıb ancaq orada qalırdı. Oranı qoruyurdu ki, künc bucaq yer olduğuna görə üzr istəyirəm, narkomanlar, tüfəli həyat keçirənlər oranı dağıtmasınlar. Siz sadəcə öz şəxsi maraqlarınızın nöqteyi nəzərdən çıxış edirsiniz ki, əmlakı sakitcə, xəlvətcə, oğurluqla mənimsiniz. O qeyri-mümkün olan bir şeydir. Çünki ölkə yiyəsiz deyil, ölkə dərəbəlik deyil, ölkənin yiyəsi var. Ölkənin yiyəsi məhz cənab prezident İlham Əliyevdir və onun tapşırığı ilə həyata keçirilən bütün işlər, şirkətlər zəhmət çəksinlər. Onun hörmətli prezidentimizin verdiyi fərmana, sərəncama uyğun olaraq hərəkət eləsinlər. Kristalla bağlı nə deyə bilərsiniz baş verən vəziyyətə görə? Kristal Bakı şirkəti ilə bunu deyə bilərəm ki, onun demək Kristal Bakı şirkətinin direktor müavini Fikrət Məmmədov demək gəlib bizim evləri söküb, mənim icazəm olmadan və digər vərəsələrin icazəsi olmadan notariat qaydasında heç bir demək nə deyirsiniz ona, arayış vermədən gəlib öz başına girib həyətini söküb. Mən həmin vaxtı etirazımı bildirmişəm və polis çağırmışam əraziyə ki, sökülməsinə imkan verməsin. Ancaq bunlar yenə söküblər, öz bildiklərini eləyiblər. Demək, söküntü zamanı mən baxıram burada. Demək, bunların söküntüsündə 275 kvadrat güya tikili olub. Demək, həyətdə nəyi çəkməyiblər? Ot damını çəkməyiblər. Həmin bax bu aktda qeyd eləməyiblər. Ot damını. Bir də ot damı demək, ot damı, ot ambarı kimi. Bir də ki, burada yem damı olub bizim o mal tövləmizin qabağında. Bir də o qeydiyyatda olmayıb. Video çəkilişdə qeydiyyatda var. Ancaq aktda qeyd olunmayıb bu. Bir də bu yiyinti var, gizlədilir. Bizim bütün tikilərimizin kvadratı 450 kvadrata yaxındır. Bunlar da bu kvadratda nə ediblər? 64 kvadrat veriblər Nizami Əliyevə. Ona düşən məsəl üçün pay. Qalan vərəsələrə heç bir pay verməyiblər. Demək, mən hələ bunların qeydiyyata aldıqları tikilini hesablayıram. Bunlar indi 274 kvadrat hesablayırlar da. Bunlar bütün cəmaata hər 100 kvadrata 20 kvadrat artıq tikili mənzil verirlər. O tikili mənzil də verilmir. Orada bilirsiniz nə edirlər bunlar? O Nizami Əliyevlə bağladığı müqaviləyə baxıram. Demək, bunlar öz o verdikləri evlərinin balkonunu da özləri üçün tikili sayırlar. Nə bilim, o şaxta yerlərini də özləri üçün tikili sayırlar. Ancaq bizim evləri içdən içə ölçürlər. Ancaq öz evlərini çöldən çöl ölçürlər bunlar. Yəni deyirlər ki, bunlar demək 375 kvadratdan 64 kvadratını veriblər Nizami Əliyevə və bir də 60 min pul veriblər buna. Qeyri-yaşayış sahəsinə görə verirlər hər kvadratına 800 manatdan. Yəni ki, burada bu pasçad xəzəstə deyirlər də, Azərbaycanda nətərdə təsərrüfat işlərinə görə olunan tövlədir, yem damıdır, nə bilim, ot ambardır. Belə şeyləri görə kvadratına verirlər 800 manat, ancaq evlərin əvəzinə ev verirlər. Evlərin əvəzinə ev verəndə hər evlə bir şey 100 kvadrat evin varsa 120 kvadrat verirlər sənə ev. Bu müqavilələri bütün vətəndaşlarla orada belə bağlayırlar. Bunlar demək 300 bunların sənədlərində belə göstərdi. 375 kvadratın əvəzinə veriblər 64 kvadrat ev. Demək, burada yaşayış yerinin demək tikilisi 274 kvadrat olub. Bunun da
64 kvadratını veriblər Nizamiyə, 210 kvadratını Fikrət Məmmədov özünə götürüb, mənimsəyib. Bu yerdə qalan 210 kvadrat da mənə çatmalıdır. Hardadır mənim bu evlərim? Başa düşürsünüz, burada bunlar hamısını gizlədirlər, nə bilim, qanunsuz işlərə əl atırlar, cinayət törədirlər. Bunların qarşısını almaq üçün mən məhkəməyə müraciət eləmişəm. Məsələ diqqətimizdədir. Bizi izləməyə davam edin.